Hər kəsə salam, necəsiniz? İnşallah yaxşısınız. Həmişə də yaxşı olasınız inşallah. Bu gün 3 oktyabrdır. Bu gün ev günümdür. İnarsız dünəndən deyirəm ki, telefonu əlimə götürməyəcəm. Öz hansı işlərim ki vacibdir, onları görəcəm. Səhər durandan telefon əlimdədir. Ayın 6-sı oktyabr Ləlişin günüdür. Ləliş qonaq xoşlamır, istəmir. Deyir, heç kimi qonaq çağırma. Stol zat düzmə qoşma, açma. Sadəcə fast food alaq, yeyək, oturaq, olsun bizə bayram. Saat 11-də hələ indi durmuşam. Bayaqdan ona padarka güya seçirəm. Heç nə tapa bilmədim ürəyimcə. Bilmirəm, bir kostyum seçdim. O da ki, ayın 7-si gələcəkdi. Çünki mənim uşaqlarıma nəsə bəyəndirmək olmur. İndi hamısı özü böyükdür. Ruslan yenə balacadır. Qışqırırsan geyinir eləyir. Amma bu birisilərinə elə şey olmur. Yəni Ruslana söz keçirdə bilirəm hələ ki. Amma böyüklərə yox. Böyüklərin öz zövqü var. Mən zövqümlə onların zövqü bir gəlmir. Bilmirəm nə olacaq, necə olacaq. Mən fikirləşdim ki, ayın 6-sı uşaqlarla gedərik harasa, ya evə sifariş verərik, oturarıq. Pul pay verərəm. Ayın 7-si də kostyumu gələrsə əgər geyinər, bəyənər, qalar, bəyənməz, qaytararıq. Nə bilim, baxarıq vəziyyətə. Hələ ki, plan belədir. Heç bilmirəm düzü, evdə olacam, yoxsa yox. Çünki ayın 8-dən mənim otpuskam qutarır, çıxacam Maloçkaya. İkinci işlə, indi bugün qrafik qoşmalıdırlar ki, elə olsun ki, üst-üstə düşsün də. Yəni, qrafikimiz elə gəlsin ki, mənim iş günlərimlə üst-üstə düşməsin. Выходnoylarımda ikinci işə çıxım. Nəysə, şükür Allaha yuxudan durdum. Yəni, daha doğrusu kravatdan dura bildim. Sifarişimi verdim. Çox şey sifariş vermişəm. İndi görək, yazılıb ki, hamısının 7-si gələcək. Gələr, göstərərəm. Gəlməz də ki, gəlməlidir əslində. Görək, bugün nə eləyirik. Ruslan artıq gəlib məktəbdən özünə kaşa hazırlayır. Evdə borş var, amma istəmir borş. Ну, что получается? Густоту покажи. Qatılığını. Hələ ki durudu. Neçə stəkandır burada jidkost? 5? 4? Всего 5. 5 stəkan su ilə süd qarışığına 7 qaşıq manka tökmüşük. Hələ ki durudu. Göstər baxım. Veçna. Bu səfər? Verir. Hə? Verir. Başqa nə var? Bu səfər klubnikadır. Rusik добавкасız yemir də. Клубника и карамель не то будет. Да. Катша, невкусно будет. Вкусно. Это же не настоящий. В смысле? В смысле не настоящий? Ну, клубника-то не настоящая, это А какая? заджимированная. Итак, Bəs deyil bala. ну еще хватит. Bilməmişəm belə yirmanlı qarşını. Да. Ay, sınıq не то будет. Karamel и клубника. Ay, bəsdir də bir dadına bax. Да, я Elə dökülür. я-то знаю, что мне понравится, я уже так делала. Də. Да. Bir qaşıq qoysan. Əlinə niyə yazıq eləmsən? На остальные уроки были старшеклассники. Də? Да. Niyə? Сегодня у вас тоже был день самоуправления? Конечно. А? Конечно. Mama həmişə deyir ki, istəmirsizcə gül uzununa bitsin, başından kəsin, qıraqlarından çıxacaq. Başından kəsdim, atacam suya. Qoy kötükləsin. Qıraqlarından çıxsın da nə var? Yuxarı verir. Burada da mənim biberlərim quruyubdur, bir dənə pomidorum boyatır. Deməli qızlar, oturmuşam bayaqdan qoxunada, çay dalayıcı içirəm. Ruslana da göndərmişəm ki, get dərs elə. Ki, baxıram ki, Ləlişlə ikisi qucaqlaşıb yatışıblar. Mən də bayaqdan qoxunadayam. Toma ilə
kartı düzəldirəm də. Heç cürə kart alınmır ki, YouTube-dan pul gəlsin. Başım qarışıb ora. Baxıram ki, yatışıblar. Neyse, çayımı içeyim. Durum görüm neyinirəm. Durum bir iş görüm. Peki bazara getdim, bilmək olmaz. Deməli qızlar, bütün günü evə ərzaq daşımamaq üçün oturdum internetdə, seçdim. Onları zakaz elədim, hindi bu dəqiqə elədim. Eləyəndən sonra baxdım ki, evdə çörək yoxdur. Gedirəm çörək almağa, bir 15-20 dəqiqə sonra güya zakazı gətirməlidirlər. Heç nə. Prosta daşımaq istəmirdim, kartuşka falan. Dedim, qoy evə gətirsinlər. Onsuz da pulsuz gətirirlər. Gittim Perikrostuka, orada çörək yox idi. Burada 3 dənə qalıb, elə onu da götürüm, mənim olsun. Hava soyuqdur, inanırsınız, camaat kurtkada, papaqda, hələ eləsi var, əlcək daha geyinibdir. Tak что mən düz rukavkada üşüdüm. Üşüyürəm yəni. Sonra gəldim mağazaya, çörək aldım, göyərti aldım, acı biber aldım. Yadınıza gəlirsə, keçən səfər başıma papaq taxmışdım. Sumkamda papaq gəzdiririm, hər ehtimala qarşı. Taxmışdım, indi çıxartdım prosta. Ona görə saçım pis gündə. Yadınıza gəlirsə, biber almışdım keçən səfər, keçən blokda. İstəyirəm indi onun içini doldurum, tutma eləyim. Ona görə acı biber aldım. Zakaz vermişəm, yenə gətirmədilər. Badımcan orada çox yekədi, ona görə badımcan almadım. Dəliş yuxudan durmuşdu, dedim dastavka gəlsə qəbul edərsən, gəlməz özümü çatdıraram. Yazılıb ki, 1 saat ərzində gəlməlidir. Yazılıb ki, 10-15 dəqiqə sonra və ondan sonra 1 saat ərzində gəlməlidir. Belə. İndi də dastavka zəng elədi ki, periç yoxdur, qutarıbdır, çesnok qutarıbdır. Bir də agurçı zakaz eləmişdim. Xiyar, biber, sarımsaq qutarıbdır. Dedim, xiyardan ziyanı yoxdur. 4000-7000 kilo biber zakaz eləmişdim ki, bağlayacağım. Dedim, heç nə olmaz. Görüm. Neynək? Az edeyim də, onda bugün içliyi başlayayım. Bu da mən verdiyim zakaz. Əslində mən bu zakazı biberə görə verdim. Biber 5 kilo yarım baxıram ki, zakaz eləmişəm. Dedim, daha gətirirlər. Kartof da zakaz eləyim, nə bilim, meyvə də zakaz eləyim falan filan. Bunlar da zəng elədilər ki, biber yoxdur, çesnok qutarıbdır, agurçu yoxdur, o yoxdur, bu yoxdur. Neyse, qanımı qaraltdılar. Dedim, heç nə olmaz. Bir qırmızı biber qoyum, dedim, yox. Getdim, çörək aldım. Bir də petruşka. Çoxdan da babulkaları görmürəm. Yoxsa babulkalardan alardım. Heç neçə qramdır, bilmirəm. Heç 100 qram yoxdur. 880, yox, 88 qram, 76 qram belə yazılıb. Sonra nane aldım. 48 yazılıb, 48 qramdır. Bir də biber aldım. Biber uca qalxıb, keçən səfər mən 76-dan deyəsən almışdım. Bu səfər yox. Deməli, kilosu, biberin kilosu 550 rubuldur. Nə yaxşı. Perikrostukda 1200 idi kilosu. Belə. Gətirdilər. Gidiyə açaq görək, burada nə var. Baxaq tez. Siparişdən nə gəlib, nə gəlmir. Kələm. Oy, burada kartoflu soğan var. Soğan mən kilo yarım deyəsən zakaz etmişdim. Kartoflu soğan evdə var ama lazım olur da. Zakaz elədikdə. Bak, ikinci paketdə nə var? İkinci paketdə Kök var.
Mən elə kuryer gəlməmiş də baxdım. Başa düşmədim ki. Mən bir dənə uksus zakaz eləmişdim. Burada 2 dənə qoyub, 2 dənəsini sayıblar. Olsun, ziyanı yoxdur. Bəlkə də mən kakrasdakı 2 dənə lazım olar. Bir də meyvə zakaz elədim. Deyib ki, biber gəlmədi. Biber gəlsəydi yaxşı olardı. Nar görəsən nətərdir. Rusikin sinifindən uje 4-5 dənə mama, bəlkə də ondan da çox. Hamısı şikayət edir ki, uşaqların temperaturası var, 39-40-dır, nə bilim nə. Nəsə hamısı yaman xəstələnir, nəsə virus gəzir 100%. Şükür Allaha biz hələ heç nə tutmamışıq, inşallah da tutmarıq. Görək də Allah deyən olsun. Deməli, neynədik biz? Paltarları, şkafı açdıq, daha doğrusu belə deyim də, açdıq, tökdük. Və belə 2 yekə paket hazırladıq. Qızlarla yığdıq, kim nəyi geyinməyəcək. Nə bilim, yay paltarlarını vəbşi yığışdırdıq. Çünki yay qutardı, burada yay yoxdur ta. 1-2 dənə qolsuz kofta saxladım, ehtiyatdan şkafda dursun. Belə də ki, qalanlarını tulladıq. Bunları qoyacaq aşağı, kimə lazımdırsa götürsün. Yay paltarlarını qoydum divan altına. Dedim ki, divan şkafı boşaldın ki, təzə paltarları alanda qoyma yer olsun. Neyse, şkafı güya boşaltmışıq öz aləmimizdə. Bunları da ki, indi Ruslan düşüb 1-ci mərtəbəyə qoyar. Çünki hamı ora qoyur, kimə nə lazımdır götürür, nə lazım deyil saxlayırlar.